Qəbula qədər qaydaları təkrarlayırıq. Bu gün danışmaq istəyirəm bu tip məsələlər və onların izahından. Deməli, fikirləşin ki, balacasız yelləncəkdə yellənəcəksiniz. Siz tarazlıqdasınız, durmusunuz və yuxarı qalxmaq istəyirsiniz də, amplituda qalxmaq istəyirsiniz. Onda sizin sürətə ehtiyacınız var. Həmçinin də impuls P bərabərdir mv, kinetik enerji mv kvadratı bölü 2 olduğuna görə tarazlıq anında sürət maksimal olanda impulsdan kinetik enerji də maksimal olur. Təcil isə sürətlə əks fazada olduğuna görə V-nin törəməsi təcili verir axı bizə. Ona görə təcil burada sıfırdır. F bərabərdir m olduğuna görə qüvvədə sıfır. Kinetik enerjinin maksimal olduğu yerdə də potensial enerji sıfır olacaq. Biz amplituda doğru hərəkət elədikcəsə işlər dəyişməyə başlayır. Yuxarı qalxdıqca potensial enerji artır, təcil və qüvvə artır. Əvəzində sürət azalır, impuls azalır, kinetik enerji azalır. Ona görə tarazlıqdan amplituda doğru hərəkət artan təcillə yavaşlayan olur. Tərsində isə biz amplituddan tarazlığa doğru gəldikcəsə sürət artacaq, yeyinləşən hərəkətdir. Təcil isə burada azalacaq, azalan təcillə yeyinləşən hərəkət olacaq. Deməli, siz bu tip məsələləri görəndə iki dənə variant ola bilər. Ya artan təcillə yavaşlayandır bu hərəkət, ya da azalan təcillə yeyinləşən hərəkət. Qəbula qədər bütün qaydaları təkrarlamaq üçün məni izləməyi yaddan çıxartmayın. Hələlik.